İsmi xəbərli cümlələrimiz keçmiş zamanda işlənərkən necə olur? Demək, əgər cümləmiz keçmiş zamandadır və bu ismi xəbərli cümlədir. Yəni, burada hərəkət yoxdur. Hərəkət olmayanda bizə kömək edəcək was və the. Bu köməkçi feillərdən istifadə edəcəyik. I, he, she, it. Bunlarla was işlənir. We, you, they. Bunlarla isə the işlənəcək. Misallara baxaq. I was at home yesterday. Mən dünən evdə idim. Yəni, dünən olduğu üçün burada artıq biz was işlətdik və ya he was at home yesterday və burada qeyd etmişəm, he-nin yerinə başqa şəxslər də yaza bilərik. Məsələn, my dad, Ləman, Tom və s. Yəni, müəyyən ad bildirən sözlər də işlədə bilərik. Yəni, mənim atam, Ləman, Tom və s. Mənim dostum və s. They were at home. Onlar evdə idilər. Burada da they-in yerinə, onların yerinə başqa sözlər də işlədə bilərik. Məsələn, my mom and dad, mənim anam və atam və ya my parents, students, children və s. kimi cəmdə olan sözləri işlədə bilərik. İnkar formada isə was, were-dən sonra not inkar hissəciyi əlavə olunacaq. Yəni, was not və ya were not. Was not-un qısası wasn't, were not-un qısası weren't şəklində olacaq. I wasn't at home yesterday. They weren't at home yesterday. Yəni, wasn't və weren't şəklində inkarı verəcəyik. Və həmin was were yenə də mübtədadan sonra işlənəcək. Sual formasında isə bu was were mübtədadan əvvələ keçəcək. Yəni, əslində you were olmalıdır nəqli cümlədə, amma sual cümləsi olduğu üçün, baxın, were əvvələ keçib. Were you at home? Və yenə də sənə sual verdiyim üçün, sən dünən evdəydin və ya sən evdəydin. Cavabda, bəli, mən evdəydim. Yes, I was. Və ya inkarda xeyr. No, I wasn't şəklində verəcəyik. Və xüsusi sual cümlələrində də yenə də burada was were həmin sual əvəzliklərindən sonra gələcək. Where were you yesterday? Gördüyümüz kimi sual əvəzliyi ilk öncə gəlir. Yəni, what, where, how və s. kimi sual əvəzliklərimiz cümlədə varsa, xüsusi sualdırsa, o zaman birinci onlar gələcək, ondan sonra was və ya were işlədəcək. Məsələn, buradakı kimi, where were you yesterday? Cavabda I was at home.